Və mə lənə min şəfi'in və lə sədiqin həmim. Cəhənnəmdə olanlar deyəcək, bugün bizə heç bir şəfayətçi yoxdur, nə də bizə canı yanan bir dost yoxdur. Baxın, görün insanlar qiyamətin, cəhənnəmin, bunların dəhşətində nələr axtaracaq? Dost. Allah Teala deyir Quranda, dost axtaracaqlar. Niyə onlar canı yanan dost axtaracaq? Hədisdə keçir, Allah Teala bir kəsi cənnətə salacaq və deyəcək, ya Rəbbi, mənim dünyadaykən dostum var da, axı onu görmürəm, hardadır o? Allah Teala deyəcək, o dostun cəhənnəmdədir. O isə deyəcək, ya Rəbbi, saldığım məni cənnət var ha, hansı ki məni o cənnətə salıbsan. Mən onun ləzzətini görən deyiləm, dostum cəhənnəmdə olduğu sürəcə. Axı mən necə rahat ola bilərəm, necə bu ləzzətlərdən mən faydalana bilərəm ki, mənim dostum cəhənnəmdədir. Allah Teala deyəcək, get dostunu çıxart, get ona şəfayət elə, bu dostlara haqq veriləcəkdir. Sonra başqaları deyəcək, axı bunu cəhənnəmdən kim çıxartdı? Peyğəmbər mi çıxartdı? Siddiq mi çıxartdı? Şəhid mi çıxartdı? Deyiləcək ki, xeyr, onu cəhənnəmdən onun dostu çıxartdı. Nə Peyğəmbər, nə Siddiq, nə şəhid. Onlar deyil, ona şəfayətçi olan, onu cəhənnəmdən çıxardan onun salih dostu olacaq.